İnşallah gedirik Lökbatan gölünə tərəf. Görək orada vəziyyət necədir, orada nə balıqlar var. Loqqamızı götürmüşük özümüzü. Beşlərimizi, müştərimizi yığdıq. Sonra qurt götürmüşük. Balıqdanlarımızı götürdük. İnşallah orada bayılı da keçirik, bayılın içindəyik. Bayılın içirik. Gedək görək Lökbatanda vəziyyət necədir. İnşallah orada da yaxşı balıqlar tutarıq, onlardan da çəkib göndərərik. Gəldik, çıxdıq Lökbatan gölünə. İndi loqqamızı düzəltdik, biraz vaxt çəkdi bunlar zat düzəldənə qədər. İndi gəlmişik, gölün ortasına gedirik. Biz özə gedirik, orada uşaqlar da balıq tutur yolda. Burada balıq tutan uşaqlar, zatlar da var. İnşallah görək biz də bu günlə tutacağıq. Biraz gecikdik, gec gəldik, çıxdıq ancaq belə məsləhətdir. Yəqin inşallah. Bu da bizim Lökbatan gölü. Gəldik, çıxdıq, qamışdıq yerlərə. Buraya yaxşıdır, sakitçilikdir. Həm də balığın qamışda, otda olan çox olurlar bu qamışlıqda, otluqlarda. Gəldik, çıxdıq buraya. İndi hazırlayaq, balıq terminalımızdadır. Bıraxaq görək nə çıxır inşallah. Paploluğumuzun biri vurur. Bir dənə balıq tutduq. Burası siftə balığımızı tutduq. Ya Allah'ladı. Şükür Allah. Bizim siftə balığımız. Ayaqdan qurtlan tuturuq, tuta bilmirik. İndi biraz çörək götürdük. Qırağdan çörək götürdük. Sağ olsunlar uşaqlar. Çörək verdilər bizə. Balığımızı tutduq. İnşallah ardı gəlsin. Yaxşı olar, bugünkü siftə balığımızı buradan başladı. Qamışlığın içindən gözəl bir balıq tutduq. Bunu qoyaq yerinə, bağlayayım. Həmişəki kimi ilanlardan boluq. Balıq az olsa da ilan çoxdur. Oradakı vurur. Orada bir dənə də baxadı. Bu dəqiqə atmışdı. Kələkin balıqlar tutduq. Bu da ikinci balığımız. Təzə çörəyi yaxşıdır. Təzə çörəyi taxan kimi balıq gəlir. Neyini bu? Ne var acaba? Udu ver bunu. Udub bunu. Onun işi çətindir daha. Bizim burada artıq kaç günümüz olmalıydı. Gel bura. Bu da üçüncü balığımız. Maşallah, əla. Çörəyi birini yeyiblər. Evet, çörəyi birini yeyiblər. Çörəyi
İkincimiz yiyəndə Rəşad əmi tutdu bunları. Bu da qəşəng balığımızdır. Bunu da qoyaq o dostlarının yanına. Geçsin bunların yanına. 3 dənəsini tutmuşuq, şükür Allah. Yaxşıdır, bayaqdan gəlmişik qurtla əlləşirik. Qurtla gəlmir axı, uşaqlar dedi ki, get çörək tap. Vasiysən balıq, get çörəklə tut. Sağ olsunlar. Hər yerin öz yemi var. Bir yerdə qurtla tutursan, bir yerdə çörəklə tutursan, bir yerdə maskoy qurtla tutursan. Gərək hər yerin öz yemini tapasan. Sonra Paploloqun dərinlik məsafəsini seçəsən, çox dərin eləyəsən, ya da çox üzdə qalmasın. Ona görə hər yerdə, haradakı ov eləyirsən, gərək oranın mühitinə uyğun hərəkət edəsən. Qarmaqların seçimində, leşkanın seçimində, ondan sonra yemlərin seçimində gərək balıq tutmaq istəyirsənsə dəqiqlik olsun. Yoxsa boş-boşuna gəlib vaxt keçirtməkdir burada. Ancaq balıq tutmağın da öz ləzzəti var da. Fərqi yoxdur, nə qədər tutursan, 5 dənə tutdun, 3 dənə tutdun. Ancaq boş vaxtlarında ki, gəlirsən bura bazar günləri, gözəl şəhərdən ayrılırsan. Əla. Gəl bura. Axır ki, bu spirlikdən birinci balığımızı tutduq. Bu spirliklə heç balıq tutmamışdır. Gözəl balıq, gözəl balıq. Gözəl balıqlar tuturuq, qəşəng balıqlar. Sezon açılışı, balıq sezonun açılışı. Dostlar, dənizə yox, bir dəfə gölə gəlmişik. Balığın udu be bunu. Sezonun açılışını bu dəfə göldə qeyd edirik. Bu da qəşəng balıqdır belə. Karasdırlar. Gözəl balıqlar. Böyüyüb sağlam olurlar. Bunu da qoyaq dostlarının yanına. Onu da qoyaq. O qısıların yanına köpələsinlər. Qoy biraz gözüksünlər. Burada nə qədər bax var. 4 dənə balıq tutacaq. Şükür Allah. Şükür Allaha. Gözəl balıqlardan bala-bala tuturuq. Gözəl balıqlardan maşınlarını qoyaq bura. Düşər gölün ortasına. Sonra gölün ortasında onu tapa bilmərik. Qalarıq buralarda. Sonra yemin birini yiyiblər, bir dənə də yem cəhdək. Yemi öyle yumru şəkildə eləyəndə qəşəkdir. Gəl gərək əlinizdə belə fırladasınız ki, tez suda dağılmasın. Yumru şəkildə olsun. Yox, böyle. Ya Allah, bunu da ataq ora. Görə bu nəsə vurub eləmiş. Bunu da yiyiblər bunu. Yeməyiblər yeməyinə. Hələ bilən yoxdur ki, burada çörəyi var. Ya Allah'ın adı. Arada gərək şəhərdən biraz uzaqlaşırsan. İş ölənə qədər iş var da, iş qutarmır. Həmişə iş var. Bu iş qutarır, o iş başlayır. O iş qutarır, o iş başlayır. Heç olmasa həftədə bir gün, bazar günü belə özün üçün vaxt ayırmaq lazımdır arada. İstirahət eləmək lazımdır, təbiətə gəlmək lazımdır.
Aha, balık tuttuk. Ela balık. Gel. Opa. Ha. Bunu kurtla tuttuk. Bunu kurda tuttuk kardeş. Şureyi de tuturuz, olacak kurda da tuttuk. Güzel bir balık tuttuk. Bırakaq dostlarla yallah. Balıqlarımız çoxalır. Listelərdə 1, 2, 3, 4, 5 dəqiq duruşuq hələ. Hələ o da vurur var. O da vurur. Ama bu ne lan? Yavrusuluk. Balaca balık. Ben de değil bu ne lan? Yiyecek balıktır bu. Bir tane balaca balık tuttuk. Bırak balacasıdır. Bırak balasıdır. Bunu bırakaq geçsin, biraz geçsin. Yedi bu. Mesela sifət balıqsan ha. Sən harada tutup gəlib çıxırsa buralara. Nerede çıxardandı bu? Şimdi ataq bu üzə. Balaca şeyler gelir. Bu da balaca balıktır. Balaca balıklar. Artık geçek balıktır. Büyüsünler. Bu tarafa tak, gəlib tezden qarmağımıza düşməsin. Açmağımızla çıkartmağımız bir oldu. Şükür Allah.
tutmağımızla çörək keçirib atmağımızla balığı tutmağımız bir oldu. Güzel balıqdır. Bunu da qoyaq bura. Qoyaq, bu tərəfə qoyaq. Heç açmışam. Bu tərəfə qoyaq. Qoyaq. Birinci bura. Əsas məsələ tələsməyi lazımdır. Dögür. Siveji balıqlardan yığırıq. Axır ki uzun bir vaxtdan sonra bir dənəsini tutduq. Yekə balıqdır, yaxşı balıqdır. Ancaq nətər gəldi, qarmağı da əlimə batırdı. Əlimə batdı bunun qarmağı da. Buna da. Baxın. Ağzıma çıxardım da. Uzun sanırsam buna. Ara koydum. Bu da bir dənə kələ boyda balıq. Qəşəng balıqdır. Bunu da qoyaq o birislərin yanına. Ucu hava qaralır. Yavaş-yavaş biz də yığışaq. Necə iftarın vaxtına da az qalıb. Qəşəng balıq tutduq. Balaq tuturuq özümüz üçün. Hələ vaxtımız var. Saat artısa 8-dədir. 9-a işləmiş iftar vaxtıdır. Ona qədər vaxtımız var. 1 saatda yolumuzdur buradan ora. Çalışaq saat 7-yə də çıxaq. Güzel də balıqlar tuturuq özümüz üçün. İnşallah hələ ki buradayıq da.
Qoy. Balaca balıq. Yerə də balaca balıq, yerə də balaca balıq. Balaca balıqlar çox gəlirlər. Biz belə balıqları yemirik. Qoy böyüsünlər. Böyüyəndə tutarıq. O bəzi adamlar kimi xırda balıqların kökünü kəsmək istəmirik. Qoy böyüsünlər, inşallah gələn il, birisi il, o birisi il. Nə vaxtsa imkan olur, gəlib tutarıq. Gün də batır. Hava qaralır. Yavaş-yavaş. Biz də gedək. Bugünkü ovumuz bu qədər. Gec gəlmişdik, yenə də şükür Allah, vaxtımızı gözəl keçirdik. Balıqlarımız da buradadır, tutmuşuq, balıqlarımız da burada. İndi yavaş-yavaş yolumuz da uzaqdır, çıxaq göldən. Göldən çıxmaq lazımdır. Biraz uzağa gedəcəyik, Hövsan tərəfə gedəcəyik, Zığa tərəf. Maşınımız da sahildədir, bax balıqda görsənir. Bugünkü ovumuz da bu qədər. İnşallah gələn ovlarda görüşmək ümidi ilə sizdən ayrılaq.